Salam, hər birinizin yeni izahda xoş gördük. İzahımız belə bir şey başlatmaq istəyirəm. Deməli, üzvü kimyadan qısa qeydlər olacaq və bu qeydlər adətən 5 dəqiqəni keçməyəcək. Daha 5 dəqiqə və daha azı. Deməli, biz karbohidrogenləri öyrənməklə başlayaq. Karbohidrogen nədir? Karbohidrogen içində yalnız karbon və H olan birləşmələrdir. Məsələn, C2H4, CH6, C4H10 və s. kimi ola bilər. Karbohidrogenlər karbon zəncirləri əmələ gətirir. Karbon zəncirləri açıq zəncirli, yəni alifatik və qapalı zəncirli disiklik olur. Məsələn, görürsünüz, açıq zəncirlər burada. Bu və bu açıq zəncirlərdir və bu zəncirlərdə digər bu iki vəziyyət isə qapalı vəziyyətdir, disiklikdir. Zəncirlərdə hidrogenləri tamamlaya bilərik. Hidrogenlər karbon 4 valentli olacaq şəkildə tamamlanır. Məsələn, bunun şərti olaraq 1, 2, 3 deyə nömrələsən. Bir nömrəli karbon görürüz ki, bir rabitəsini istifadə edib, bir valentini istifadə edib. Deməli, 3 hidrogen gətirəcək. 2 nömrəli karbon 1 və 2 valentini istifadə elədiyi üçün 2 hidrogen gətirəcək yanına və 3 nömrəli də 3 hidrogen gətirəcək. Eyni şəkildə, məsələn, bu formula baxaq. Burada 1, 2, 3, 4, 5, 6 desək. Və burada məsələn bir nömrəli karbon 1, 2 və bu pi sistemdir. Bu hamısı üçün əlavə bir valent hesablanacaq. 1, 2, 3 də bunun hesabına olduğu üçün H gələcək. O cümlədən burada olan 6 karbon hər biri də 1 H gətirir yanına və valentlər 4-ə tamamlanır. Məsələn, burada bu CH3 olacaq. Bu 1, 2, 3 hidrogen 3 valentini istifadə elədiyi üçün 1 H gətirəcək, 1 H gətirəcək, 3 H gətirəcək. Və burada bir şey deyək ki, bu H məsələn bu karbona birləşir, bu karbona birləşmir. Karbon hibrid vəziyyətləri haqqında danışaq. Karbon sp, sp2 və sp3 hibrid vəziyyətində ola bilər. Yalnız təkrat karbondursa bu sp3 karbonlar olur. Əgər karbon 2 qat rabitəsi varsa, yəni bir pi rabitəsi varsa, bu sp2 karbon olur. Bu pi rabitə həm buna hesablanır. Ona görə sp2-dir. Məsələn, bu karbona fikir verin. Pi rabitəsi yoxdur, sadəcə tək qatı var, sp3-dür. O cümlədən sadəcə tək qatı var, sp3-dür. 2 pi var, 3 qatdan ikisi pi idi bildiyiniz kimi. Buna 2 pi olduğu üçün sp. O cümlədən bu 2 pi bu karbona da aiddir, sp-dir. Bu karbonun 1 qat və 2 qatı var. Yəni 1 pisi var. Pisi olduğu üçün sp2, bu da sp2 olacaq. Bunu da özünüz baxarsınız necə olduğuna. Və əgər bir karbon atomu üçün sp vəziyyətdə olarsa 2 hibrid orbital, sp2 vəziyyətdə olan bir karbon 3 hibrid orbital, sp3 vəziyyətdə olan bir karbon 4 hibrid orbitalı saxlayır. Məsələn, bu formulda sizdən hibrid orbitalları istəsə, siz nə edirsiniz? Burada hibrid vəziyyətləri yazırsınız. Tək qat karbonda sp3, 2 qatı var bu karbonun sp2. O cümlədən bu karbonda 2 qat var sp2. Bu karbon, yəni qırmızı yazdığım karbon 2 pis var, 3 qatı var. 3 qat buna da aiddir, buna da aiddir. Ona görə hər ikisi sp-dir və sağdan son karbon sp3-dür. Cəmi hibrid orbital sayını hesablayanda sp3 karbon 4 hibrid orbital, soldan başlayaraq yazmışam. sp2 karbon 2, 3 hibrid orbital, sp2 karbon 3 hibrid orbital, sp 2 plus 2 və sp3 4 hibrid orbital olur. Hidrogenlər isə s orbitaldır və burada hidrogenləri tamamlasaq 3, 1, 1, heç hidrogen yox, 3 və cəmi 3, 4, 5, o da 3, 8, s orbital var. S orbitallar hibridləşməmiş orbitallardır. Həmçinin burada karbonun, baxın, pi rabitəni yaradan hər pini də 2p orbital yaradır. Bu p orbitalları da 1, 2, 3, 4, 5, 6 gəlsək, cəmi 14 qeyri-hibrid rabitə yaradan orbital hesablayacağıq. Növbəti izahda görüşərik. Sağ olun.